Samuqda 37 yaşlı kişi bıçaqlanıb. Hadisə rayonun Sərkar kəndində qeydə alınıb. Rayonun İstixana qəsəbə sakini 1998-ci il təvəllüdlü Emin Həsənov bıçaq xəsarəti ilə Gəncə şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Zülfüqar Məmmədov adlı xəstəxananın təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Dərhal xəstəyə yardım edilib. Vəziyyətinin kafi olduğu bildirilir. Axşam saatlarında xəstəxanamıza Samux rayonundan bir nəfər kişi xəstə gətirilmişdir. Xəstə müayinə olundu, onun saat nahiyəsində kəsilmiş, deşilmiş yarası vardır. Yara birinci il işləndi, tikiş qoyuldu, ambulator müalicə üçün evə göndərildi. Araşdırma zamanı məlum olub ki, Emin Həsənovu 1977-ci il təvəllüdlü Elcan Yediyarov şəxsi münaqişə zəminində bıçaqlayıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.